Həzrəti İsa Allaha belə münacat elədi, yalvardı ki, ey Rəbbim, mənə cənnətdə olan qonşumu göstər və bu dünyada onu mənə dost et, dedi. Allah Teala buyurdu, ey İsa, filan bir ünvan, məhəllə, ora gidəcəksən, mənim ən yaxın dostum oradadır, səni gözləyir. Ged onun ziyarətinə. İsa Peyğəmbərə dedi, sən onun ziyarətinə ged. Həzrəti İsa Allah əmr edən ünvana gəlir. Baxır, görür bir xarabalıq, narahat olan bir məkan, narahat olan bir yer. Yaxınlaşa, yaxınlaşa, baxır, görür ki, bir şəxs görürəm, əlinin biri yox, ayağının biri yox. Öz-özünə deyir, ya Rabbim, məgər dediyin ünvan budur mu? Mən bu ünvana düz gəlmişəm, ey Rəbbim. Allah doğru deyər. Həzrəti İsa yaxınlaşır. Yaxınlaşanda həmən şəxs dedi, Allahın salamı olsun sənə, ey İsa ruhullah. Çox təəccüb etdi. Ya Rabbim, mən bu şəxsi görməmişəm və bu da məni görmüb. Necə məni tanıdı? Və yaxınlaşanda gördü, gözləri də kör. İki göz yox. Və oturdu, biraz başladı həmən şəxslə danışmağa, Allah dostu ilə danışmağa. Gördü həmən o şəxs dodaqlarının altında zümzümə edir. Həzrəti İsa fikirləşdi ki, bəlkə bəyənilməyən, bəlkə xoşa gəlməyən sözlər deyir mənim ünvanıma, amma dodağının altında zümzümə edir. Həzrəti İsa buyurdu ki, nə deyirsən? Nə deyirsən? Biraz bəlkədir, mən də eşidim. Dedi, zikr eləyirəm. Mən Sübhanallah deyirəm, Allahu Ekber deyirəm, La ilahə illallah deyirəm. Həzrəti İsa buyurdu ki, sən hansı gün və şükr eləyirsən, hansı gün və zikr eləyirsən? Yəni sənin əlvin biri iflic, fəlc olub, ayaqların biri yox, gözlərin yox, sən yaşadığın bir həyat da bax bu. Nə günü və sən şükür eləyirsən? Həmən şəxs belə cavab verdi, ey İsa, mən Allah verən dillə zikr edirəm, Allah verən qəlblə şükür eləyirəm. Allah mənə iki böyük əmanət verib, zikr eləyən dil, şükür eləyən qəlb.